İndi mən sizə fransız dilində ən əsas iki fonetik hadisə olan anjenoman və liaison haqqında məlumat verəcəm. Anjenoman birləşmə deməkdir. Demək, anjenoman nədir? Əgər cümlədə bir söz tələffüz olunan saitlə bitirsə və ikinci söz sait səslə başlayarsa, bu zaman birinci sözün son saiti ikinci sözün birinci saiti ilə birləşərək bir heca əmələ gətirir. Yəni fransızlar demirlər il va au bureau, deyirlər il va au bureau. Görürsüz, fikir verirsiniz necə musiqili bir ton yarandı. Il va au bureau. Bu hadisəyə anjenoman vokalik deyirik. Yəni iki sait arasında olan birləşmədir. Sonra əgər söz cümlə daxilində bir söz tələffüz olunan samitlə bitərsə, ikinci söz saitlə başlayarsa, bu zaman birinci sözün tələffüz olunan samiti ikinci sözün saiti ilə birləşərək bir heca əmələ gətirir. Məsələn, Michel arrive, Michel arrive. Fransızlar da demirlər Michel arrive. Bunları birləşdirib deyirlər. Michel arrive. Sonra notre école, r ilə bitir. Görürsünüz, o heç vaxt oxunmayacaq fransız dilində. Mən keçən dəfə sizə dedim, Fransada bəzi əyalətlər var, onlarda önü tələffüz edirlər. İndi bəzi fransızların tələffüzündə var bu ö. Məsələn, table, tableau deyirlər, ensemble deyirlər. Amma adətən fransız dilində ö hərfi oxunmur. Notre deməkdir. Notre bizim deməkdir. R-nı oxuyuruq. Bu r hərfidir. R bilirsiniz ki, fransız dilində r kimi oxunur. Əgər söz tələffüz olunan samitlə bitirsə, notre, r. İkinci söz saitlə başlayırsa, bu zaman tələffüz olunan samit səs oxunur və birləşərək bir heca əmələ gətirir. Notre école. Tələffüz olunan samitlə sonra gələn sözün sait səsi birləşdirərək bir heca əmələ gətirir. Notre école. Bu hadisədə isə deməli, birləşmə samitlə sait arasında baş verdi. Ona görə biz buna deyirik anjenoman konsonantik. Bu anjenoman hadisəsi idi. Sonra baxırıq liaison hadisəsinə. Liaison hadisəsinə keçməmişdən əvvəl mən sizə bir şey qeyd eləmək istəyirəm. Deməli, fransız dilində bu samit səslər sözlərin sonunda tələffüz olunmur. Bunu yadda saxlamaq lazımdır. S, T, D, X, Z, bir də P. Bu hərflər, yəni bu samit səslər fransız dilində sözlərin sonunda tələffüz olunmur. İstisnalar mövcuddur, qarşımıza çıxdıqca onları deyəcəyik. Deməli, par exemple nümunə deməkdir. İngilis dilində for example-dır, fransız dilində par exemple. Deməli, après sonra deməkdir, gördünüz, S oxumadım. Il, onlar deməkdir, oğlanlar, yəni S oxumadım. To early deməkdir ingilis dilindəki erkən, tez, to, axırda tını oxumadım. Kade, yaşca kiçik deməkdir, tını oxumadım. De, 2 deməkdir, x oxunmadı. Heureux, xoşbəxt deməkdir, x oxunmur. Le ne, biz bunu keçdik, burun deməkdir, z oxunmur. Şe, gilə deməkdir, z oxunmur. Trop, həddindən çox deməkdir, po oxunmur. Beaucoup, çox deməkdir. Gördünüz, altından xətt çəkdiyim samitlər sözlərin sonunda fransız dilində oxunmur. İndi liaison hadisəsinə diqqət yetirək. Liaison əlaqə deməkdir. Deməli, liaison zamanı əgər cümlədə bir söz tələffüz olunmayan samitlə bitirsə, ikinci söz saitlə başlayırsa, bu zaman birinci sözün tələffüz olunmayan samiti tələffüz olunacaq və özündən sonra gələn sözün sait səsindən qoşularaq bir heca əmələ gətirəcəkdir. Və tələffüz zamanı S hərfi Z səsinə, X hərfi Z səsinə, D hərfi T səsinə çevrilir. İndi baxaq, il onlar deməkdir. Amma ondan sonra sait səs gəlirsə, bu zaman ilin sonundakı S oxunur. İlzəm, onlar sevirlər deməkdir. Sonra D 2 deməkdir. Görürsünüz, X axırda oxunmur. Amma ondan sonra sait səs gələndə, bu zaman X hərfi oxunacaq, özdə Z-ya çevriləcək. Deux amis, 2 dost, 2 dost. X hərfi Z-yə çevrildi. D hərfi isə T-yə çevrildi. Məsələn, grand böyük deməkdir. Biz burada qeyd elədik ki, baxın, D hərfi sözlərin sonunda oxunmur. D-yə aid misal yazmamışam elə. Baxaq, qoy ona aid misalı yazaq. Məsələn, grand sözü, grand. Sonra tağ sözü. Məsələn, grand sözü, görürsünüz, tağ sözü. Bu sözlərin sonunda da d samiti tələffüz olunmur. Amma liaison zamanı, yəni liaison nə vaxt olur dedik? Əgər söz
tələffüz olunmayan samitlə bitirsə və ondan sonra sait səslə başlayan isim gələrsə, bu zaman tələffüz olunmayan samit tələffüz olunur. Məsələn, qan sözü tələffüz olunacaq. Çünki ondan sonra saitlə başlayan söz gəlib və t-ya çevriləcək. Un grand tarbıq, un grand tarbıq. Sonra nu biz deməkdir. S axırda tələffüz olunmur. Ondan sonra sait səslə başlayan söz gəldiyinə görə S hərfi tələffüz olunacaq, özü də Z-yə çevriləcək. Nous avons, nous avons. Sonra tutaq ki, deyirik ki, ş. Ş gilə deməkdir. Ş gilə deməkdir. Z axırda oxunmur. Amma ondan sonra sait səs gələndə elə şezzel oxunacaq. Yəni onlar gildə, onlar gildə. Bir də təkrar eləyirik. Deməli, liaison hadisəsi nə zaman baş verir? Əgər cümlədə bir söz tələffüz olunmayan samitlə bitirsə, ikinci söz sait səslə başlayırsa, bu zaman tələffüz olunmayan samit səs tələffüz olunur və səs dəyişikliyi baş verir. S Z-yə çevrilir, X Z-yə çevrilir, D T-yə çevrilir və Z elə Z kimi tələffüz olunur. Oxuyuruq. Ils aiment, deux amis, un grand arbre, nous avons chez elle və liaison hadisəsini bilmək mütləq vacibdir. Çünki fransız dilində bu çox işlədilir. Bir dənə də misal yazaq. S biz sizlə keçmişik, budur deməkdir. Yəni it is deməkdir. It is. It is an apple. Tutaq ki, an apple. Bu ingiliscədə yazım. An apple. Apple sözünü bilmirəm ingiliscə indi düz yazdım yoxsa yox. It is an apple tutaq ki deyirik. Baxın, burada S-dir də. S-dən sonra saitlə başlayan söz gəldiyinə görə burada T oxunacaqdır. C'est une pomme. C'est une pomme. Bu bir almadır deməkdir. C'est une pomme. Se eləcə budur deməkdir. It is deməkdir. Amma ondan sonra məsələn deyirik c'est Michel. Bu Michel'dir. İngilislərdə it is ancaq cansızlar üçün işlədilir. Amma fransızlarda se həm canlılar üçün işlədir, canlıları təqdim edəndə, həm də cansızları. C'est une pomme. Bu almadır. Yəni burada liaison hadisəsi baş verdi. Buna əsas fikrimizi, diqqətimizi yönəldirik və liaisonun işarəsi bunlardır. Görürsüz, bu cür işarə olunur. İndi mütləq amilgil bunları keçəndə sizin qarşınıza çıxacaqdır. Və bu anşoynoman vokalikin işarəsi budur. Bu isə anşoynoman konsonantikin işarəsidir.